masanın qiyməti bizim pulla cəmi 113 manat elədir. Baxın, Pekin ördəyi, krevetka, bu tofu ilə qızardılmış kartoşka, ris, belə bir lapşalı toyuq, ananaslı toyuq. Nə bilim, burada bif, ət, mal ətindən, soklar. Yəni Bakıda bunu bu qiymətə qeyri-mümkündür yemək. Конечно, mörtvə, bir-birindən ləzzətli və neçə verirsən? 10 ondan. Ən çox nəyi bəyəndin? En çok krevetka. Krevetka abi, sən krevetka seviyorsun. Mama, mini kola. Deməli, bunların öz belə bir limonatını sifariş verdik. Burada utka yeməyə gəlmişik. Və yediyimiz yerdə sırf bildiyiniz ancaq Kitay mətbəxidir də. Hər cür mətbəx var, hər bir yeməkləri. Biz də baxın, bura utka verir, buranı seçdik. Bura başqa yemək, bura başqa yemək. Hərəsi bir Kitay yeməyi verir. Birinci belə bir şirin sozda toyuq sakaz eləmişik. Bu palıçka ilə bunu yeməliyik indi. Məcburi. Ama Necə bilmirik. Yaşayım. Düşdü bura. Bu Pekin utkasında sifariş verdik. Baxın, belə şəkildə gəlir. Bu lavaşıdır, bu utkadır, xiyar, nə bilim nə. İndi bunu sınayacağıq. Sarımsaq qoyuruq, bir damcı niçivok, bilmədim. Və bükürük. Batırırıq soya sosuna. Soz nədirsə soya deyil, şirin sozdur, çox dadlıdır. Bif çox dadlıdır. Bif. Tofu ilə. Tofu bunların narodu nə idi, şirin.